elimin ürək sözündə ən gözəl anlara müjdə. Milli dalğada efirdə güneş olur gəl səhərim. Elimin ürək sözündə ən gözəl anlara müjdə. Milli dalğada efirdə güneş olur gəl səhərim. Radyo qəbul edicinin düyməsini 105 FM-ə kökləyən dinləyicilər, sizi salamlayırıq, sabahınız xeyir olsun. Müdriklər deyirlər ki, hər yeni səhər həyatın bizə bəxş elədiyi ikinci şansdır. Dünən nə baş verməsindən asılı olmayaraq, bugün, bu səhər, bu yeni səhər ağ vərəqdir və gəlin elə birlikdə gözəl musiqilər, xoş söhbətlərlə bugünü rəngləndirək. Bugün studiyada Günay Tehran qızı və həmkarım Fərid Məmmədovdur. Fərid, sənin də sabahın xeyir olsun. Dostlar, qaydasında da hər şey ilkin imkan verməz də, insanın qəlbindəki o paxıllıq var ha. O imkan vermir. Deyir birinci mənim adımı çək. Sonra özünü təqdim Amma elə. İlkin xəbəri yoxdur ki, məsələn, sən həftənin ikinci günü Fərid baba olmuşdun. İlkin, yəni xəbərin olsun. O Fərid baba. Mənim nəvəm, ehtiyatlı ol. Sabahınız xeyir olsun əziz dinləyicilər. Gününüz aydın olsun deyirik. Hər kəsə salamlayırıq. Hər kəsə gözəl və rüyalı bir gün arzu edirik və bu yaxşı gününüzün keçməsində belə deyək, ümid edirik ki, biz də müəyyən mənada səbəbkar olacağıq. Ən azı buna cəhd edəcəyik. İnformasiyalarla, məlumatlarla, musiqilərlə. Eyni zamanda bizim özümüzün yüksək əhval-ruhiyyəsi, bizim buradakı o yüksək enerjimiz, studiyamızdakı o enerjimiz dinləyicilərimizə də sirayət eləyəcək. Bugün səs rejissorumuz bizim həmkarımız elə Fərid də dedi, İlkin babadır. Məcburən dedirtdi mənə. Salamlayırıq ondan. Görüntü rejissorumuz isə Ramazan Hümbətlidir, əziz dostlar. Niyə görə görüntü deyirik? Çünki YouTube üzərindən də artıq izlənirik, bizi izləyə bilərsiniz. Bax, hazırda YouTube'da daxil olursunuz, Azərbaycan Radiosu plus səhifəsinə, bəli, abunə olursunuz. Sizə səhər-səhər bildiriş gəlir ki, artıq gəl səhərim start götürdü, baxa bilərsiniz. Az əvvəldə biz elə həmkarımla gələn mesajlardan bəzilərinə nəzər yetirdik. Doğrudan da çox sevindiricidir, çox qürur vericidir ki, dostlar bizi unutmayıb yazırlar, xoş sözlərini çatdırırlar və biz də bunun üçün çalışırıq. Var olun dostlar, çox sağ olun, bizim dinləməkdə, izləməkdə qalın. Çalışacağıq ki, hər şeyin ən yaxşısını etməyə cəhd edək, çalışaq. Musiqiyə sözü veririk. Derdimden sen
Günün hava məlumatı. Bugün mart ayının 12-sidir və görək bugün bizi nə cür hava gözləyir. Gün ərzində hava necə olacaq? Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, ara bir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Cənub-şərq küləyi əsəcək dostlar. Havanın temperaturu gecə 3-5 dərəcə isti, gündüz 7-12 dərəcə isti olacaq. Atmosfer təzyiqi 775 mm civə sütunundan 772 mm civə sütununa enəcək. Nisbi rütubət gecə 70-75%, gündüz 55-60% təşkil edəcək. Azərbaycanın rayonlarına gəldikdə isə orada da hava əsasən yağmursuz keçəcəyi gözlənilir, lakin gecə və səhər bəzi yerlərdə az yağıntılı olacağı ehtimalı var, bəzi yerlərdə arabir duman olacaq, şərq küləyi əsəcək. Temperatura gəldikdə isə gündüz 8-13 dərəcə isti, dağlarda isə gündüz 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti olacaq. Bax belə əziz dostlar, əziz dinləyicilər, hava haqqında məlumatla tanış oldunuz. Havadan sonra mən sözü ötürürəm həmkarıma, duzunu, istiotunu vursun, keçək musiqiyə. Onda tam pişmiş olur da. Tam pişmiş olur və bəylərin də duz istiotu yerində olmalıdır. Xanımlar adətən bu işin öhdəsindən yaxşı gəlir. Biz də sizə əziz dostlar, havadan asılı olmayaraq yüksək əhval-ruhiyyəli bir gün arzu edirik. Yurdumun məlul səsi heyran edər herkesi. Gör səninlər yayılsın səfərlərin müjdəsi. Meşəfə dalğası. Hər gün axtarıb gəzdim, baxdım uzaqlara. Hərdən yanımdan keçdin, düşdüm bu yollara. Qayıt bu yollarda, hardasan yar, harda. Gözəlim, gözəlim, mən gözəllər gördüm. Gülmədi könlüm, sənə qurban. Sevgilim, sevgilim, öz yanımda gördüm. Açıldı könlüm, sənə qurban. Gözəlim, gözəlim, mən gözəllər gördüm. Gülmədi könlüm, sənə qurban. Sevgilim, sevgilim, öz yanımda gördüm. Açıldı könlüm, sənə qurban.
Adətən deyirlər ki, bu ayda duaların ən çox qəbul olduğu aydır, ən gözəl aydır. Yəni 11 ayın sultanı elə belə demirlər Ramazan Bəli. ayına. Çünki həm də ən bərəkətli aydır. Bilmirəm bunu müşahidə eləmisiniz özünüzdə ya yox. Bəlkə də bunun fərqinə varan dinləyicilərimiz var ki, həqiqətən də hansı ay ki Ramazan ayıdır, sanki o evdə ruzi bərəkət artır. Sanki aldığın maaşın özü də Bərəkəti də çoxalır. çox olur, hə? Bərəkəti çoxalır sanki. Bilmirəm fikir vermisiniz buna Bəli. ya yox. Mən şəxsən buna fikir vermişəm, şahidi də olmuşam ki, elə bil daha çox olur. Əbəs yerə Əbəs yerə demirlər bunu da. bəli. Həm də ki bir məsələ var da, deyirlər ki, Ramazan ayı insanların o xəbislikdən, pislikdən, şeytanın qəlbinə yol tapmadığı aylardan bəlkə də elə birincisidir. Əbəs yerə deyilmir ki, Ramazan ayında insan paklanır, insan pis əməllərdən uzaq olur, nəfsini tərbiyə edir. Məsələ buna görədir ki, biz artıq Ramazan ayında müşahidə edirik ki, sən demə biz nəfsimizi tərbiyələndirsək, sən demə biz israfçılıq etməsək, bizim qazandığımız 5 manat, 3 manat fərqi yoxdur. Əslində bizə kifayət eləyirmiş. Amma biz nə edirik? Biz israfçılığa yol açırıq. Biz bəzən fərqində olmuruq, gedirik, nə bilim, istəmədiyimiz o qədər onlarla nələrsə alırıq, israfçılıq edirik və bəzən oturub Restoranlarda danışırıq ki, xərcləyirik o pulu. danışırıq ki, pul bizə çatmadı. Amma Ramazan ayında görürük ki, pul bizə çatdı. Nə dəyişdi? Dəyişən odur ki, biz artıq israfçılıqdan uzaq olduq. Dəyişən odur ki, biz artıq nəfsimizə hakim olmağı bacardıq. Dəyişən odur ki, biz artıq o bədənimizin, ruhumuzun paklandığı bir aya daxil olduq və təbii ki, müsəlman olaqda çalışmalıyıq ki, bu əməllərə necə deyirlər, mütləq surətdə biz geri-şərtsiz yerinə yetirək və onda Ramazan ayının da fəzilətindən xəbərdar olaq. Və elə bütün ömrümüzü Ramazan ayında keçirdiyimiz o bir ay kimi keçirək. Bizim üzərimizə böyük məsuliyyət düşür, sadəcə fərqinə varsaq. Bəli, fərqinə varsaq, eynən. Bugün də çox şükür Ramazan ayının 22-ci günüdür. İftar vaxtı 18:58-dədir əziz dostlar. Allah orucunuzu qəbul eləsin deyirik və yeri gəlmişkən iftar duasını da oxuyum sizin üçün. İlahi, səndən ötürü oruç tutdum, sənin verdiyin ruzi ilə iftar açdım və sənə təvəkkül etdim. Bağışlayan və mehriban Allahın adı ilə, ey hüdudsuz bağışlama sahibi, mənim günahlarımı bağışla. Allah orucunuzu qəbul eləsin. 11 ayın sultanı müqəddəs Ramazan ayındayıq. Allah oruc və dualarınızı qəbul etsin. İftarlarınızı Azərbaycan radiosunda səslənən Ramazan hüzuru ilə açın. Mənəvi dünyanızı zənginləşdirin. Saçları koy ağarsın, koy var olsun ellerimiz. Yine şirin dileklerde, yüreklerde yaşarsın. Səni hər an gözləyərəm, izləyərəm pəncərəmdən. Baxışların bulaq kimi axıb gedər küçələrdən. Deyirsən ki, sorma məni bir kimsədən. Necə susum, necə danım, səni sevdim, səni andım, el içində İşkimizdən axı niyə utanırıq?
Şehir yine karıştı, yollarda yarıştı. Dalganı tut gülümser, bu ses seninle tanıştı. Bilirsen yolda tek değilsen 105 FM'desin. Həftə içi 5 gün, saat 8-dən 10-a qədər Gel seherimi dinleyin. Azizim bahtiyarım, bahtımın tahtiyarım. Azizim bahtiyarım, bahtımın tahtiyarım. Özünde göz izi var, sana kim bahtiyarım. Özünde göz izi var, sana kim bahtiyarım. Bahtı, bahtı, sana kim bahtiyarım. Bahtı, bahtı, sana kim bahtiyarım. Azizinem bir demem, doldur için bir demem. Azizinem bir demem, doldur için bir demem. Ömür geçti, gün geçti, cavan olma bir demem. Ömür geçti, gün geçti, cavan olma bir demem. Geçti, geçti, cavan olma bir demem. Geçti, geçti, cavan olma bir demem. Evleri var gülüm xana xana. Evleri var gülüm xana xana. Mən kül oldum ayaman ayaman yana yana. Mən kül oldum ayaman ayaman yana yana. Yaylığının yanı burada. Yaylığının yanı burada. Məni saldın ayaman ayaman yanar oda. Məni saldın ayaman ayaman yanar oda. Obaları a gülüm oymak oymak. Obaları a gülüm oymak oymak. Yalan sözdür ayaman ayaman yardan doymak. Yalan sözdür ayaman ayaman yardan doymak. Üzün gülerle bir kaymak. Üzün gülerle bir kaymak. Yalan sözdür ayaman ayaman yardan doymak. Hiç olmazmış ayaman ayaman yardan doymak. Bizimle 105 FM'de Bir daha sabahınız xeyir olsun əziz dostlar. Bizə yeni qoşulan dinləyicilərimizin hər birini salamlayırıq. Hər birinizə xeyirli, uğurlu bir gün arzu edirik və demək istəyirik ki, siz Azərbaycan Radiosunun efirində Gəl Səhərimə qulaq asırsınız. Bugün studiyada Günay Tehran qızı və həmkarım Fərid Məmmədovdur. Bugün bizim səs rejissorumuz, bizim həmkarımız İlkin Babadır və rejissorumuz, görüntü rejissorumuz isə Ramazan Hümbətlidir. YouTube üzərindən də izləndirik. YouTube'dan da bizi izləyə bilərsiniz.
bilərsiniz. Bax hazırda Azərbaycan Radiosu plus yazırsınız və bizi izləyirsiniz. Əgər könlünüzdən keçirsə təbii ki, bunu biraz belə əmr kimi qəbul etməyin. keçmir? Sadəcə biz indi təklif edirik ki, Ötən bax, biz dəfə də- həm də bizi görə bilərsiniz. Görə bilərsiniz. Ötən dəfə də bu barədə bir söhbət etdik, amma istəmirdim yəni o söhbətə qayıdaq. Bizim daimi dinləyicilərimizdir. Onlar bizi çox istəyir, biz də onları çox istəyirik. Belə də münasibətlərimiz yaxşı mənada davam eləsin dostlar. Bir daha salamlayırıq sizi və bu gün artıq həftənin 4-cü günüdür. 12 mart tarixini yaşayırıq və təqvim rubrikasına keçid alacağıq. Bu gün daxili qoşunlar günüdür. Bununla bağlı Bəli. bir çıxışımız da olacaq, amma qısaca olaraq bəzi məqamlar var ki, onların sizin diqqətinizə çatdıraq, sonra isə çıxışı dinləyəcəyik. Bəli, bu gün daxili qoşunlar günüdür. Yarandığı gündən bu günə qədər daxili qoşunlar dövlətimiz və dövlətçiliyimiz uğrunda ictimai əsayişin qorunması naminə inamla, şərəflə, ləyaqətlə mübarizə aparıb və aparmaqdadır. Qürur hissi ilə deyə bilərik ki, bu gün daxili qoşunların maddi texniki bazası çox yüksək səviyyədədir və Avropa standartlarına tam cavab verir və bütün bunlar təbii ki, dövlətimizin başçısı İlham Əliyevin daxili qoşunların peşə hazırlığının yüksəldilməsi üçün göstərdiyi diqqət və qayğının nəticəsidir. Bəli, və Ulu Öndərin 1995-ci il 9 mart tarixli fərmanına əsasən 12 mart daxili qoşunların günü kimi təsis edilib. Həmişə xalqın əmin-amanlığın, daxili sabitliyin sadiq keşikçisi olan üzərinə düşən vəzifələri məsuliyyət, peşəkarlıq və qətiyyətlə yerinə yetirən, ölkəmizin sabitliyinə və ictimai asayişin qorunmasına etibarlı töhfə verən daxili qoşunların qəhrəmanlıq yolu haqqında Daxili İşlər Nazirliyi Mətbuat Xidmətinin əməkdaşı polis baş leytenantı Cəsarət Qəmbərli danışıb. Gəlin birlikdə dinləyək. Daxili İşlər Nazirliyinin daxili qoşunları 34 ildir ki, xalqımıza və dövlətimizə sədaqətlə xidmət edir. 1-ci Qarabağ müharibəsində ərazi bütövlüyümüz uğrunda döyüşlər zamanı daxili qoşunların şəxsi heyətindən 682 nəfər şəhid olub, 4 nəfər itkin düşüb və 1179 nəfər isə yaralanıb. Daxili qoşunların 9 nəfər hərbi qulluqçusu Azərbaycanın milli qəhrəmanı adına layiq görülüb. 1-ci Qarabağ müharibəsi başa çatdıqdan sonra isə uzunmüddətli atəşkəs dövründə qoşunların xidməti fəaliyyəti ictimai qaydanın və təhlükəsizliyin təmin olunmasına, silahlı cinayətkarların zərərsizləşdirilməsinə, kütləvi tədbirlər zamanı asayişin qorunmasına yönəlib. Daxili qoşunların tərkibində hərbi institut, təlim mərkəzləri, helikopter eskadrilliyası yaradılıb. Prezident, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin ali diqqət və qayğısı nəticəsində isə daxili qoşunların fəaliyyəti daha da təkmilləşdirilib, döyüş qabiliyyəti möhkəmləndirilib, infrastruktur yenilənib. 44 günlük vətən müharibəsi və antiterror tədbirləri zamanı daxili qoşunların hərbi qulluqçuları şərəfli döyüş ənənələrinə sadiq qalaraq erməni işğalçıları üzərində böyük qələbənin qazanılmasına layiqli töhfələr veriblər. Vətən müharibəsində daxili qoşunların şəxsi heyətindən 66 nəfər şəhid olub, 346 nəfər isə yaralanıb. Xüsusi xidmətlərinə və göstərdikləri qəhrəmanlıq nümunələrinə, həmçinin hərbi qulluq vəzifəsini yerinə yetirərkən igidlik və mərdlik nümayiş etdirdiklərinə görə daxili qoşunların 4 nəfər hərbi qulluqçusuna Vətən müharibəsi qəhrəmanı adı verilir. Antiterror tədbirləri zamanı isə daxili qoşunların 12 hərbi qulluqçusu şəhid olub, 24 nəfər isə yaralanaraq müxtəlif dərəcəli xəsarətlər alıb. Bu gün də hərbi qulluqçularımız Qarabağ və Şərqi Zəngəzurda polis əməkdaşları ilə birgə xidmətli tapşırıqların öhdəsindən bacarıqla gəlir, böyük qayıdış proqramının sürətlənməsi üçün əzmlə çalışaraq üzərlərinə düşən vəzifələri tam həcmdə yerinə yetirirlər. Ruhunuzu oxşayan səs dalğaları. Azərbaycan Radiosu 105 FM-də. 105 FM'də. Gəl səhərim. Gəl səhərim. Gəl səhərim. 105 FM'də. Gəl səhərim. Mən sevə bilmərəm demişdim özümə, saydığımı saydım, gör nə saydılar mənə. Mən sevə bilmərəm demişdim özümə, saydığımı saydım, gör nə saydılar mənə. Neyləsəm çarə yox, düzələndirəm, mən adam sevəndə özümdən gedirəm. Xəbərin yox qəlbimdən, sən üçün gedirəm. Səni elə sevdim ki, qorxuram mənə sevgimdən. Xəbərin yox qəlbimdən.
seni düşünürəm, sevirəm, eşitdim qəlbimin içindən. İş görə bilmirəm, səni düşünürəm, sevirəm, eşitdim qəlbimin içindən. Neyləsən çarə yox, güzələm deyiləm. Mən adam sevəndə özümdən gedirəm. Xəbərin yox qəlbimdən, sənin üçün gedirəm. Səni elə sevdim ki, qorxuram mənə sevgimdən. Xəbərin yox qəlbimdən, sənin üçün gedirəm. Səni elə sevdim ki, qorxuram mənə sevgimdən. Qorxuram mənə sevgimdən. Xəbərin yox qəlbimdən, sənin üçün gedirəm. Səni elə sevdim ki, qorxuram mənə sevgimdən. Xəbərin yox qəlbimdən, sənin üçün gedirəm. Səni elə sevdim ki, qorxuram mənə sevgimdən. Xəbərin yox qəlbimdən, sənin üçün gedirəm. Səni elə sevdim ki, qorxuram mənə sevgimdən. Xəbərin yox qəlbimdən, sənin üçün gedirəm. Səni elə sevdim ki, qorxuram mənə sevgimdən. Şehir yine karıştı, yollarda yarıştı. Dalganı tut gülümser, bu ses seninle tanıştı. Bilirsen yolda tek değilsen, 105 FM'desin. Bəli, yollarda tək deyilsiniz, çünki biz varıq, biz sizinlə həm söhbətik. 105 FM-i dinləyirsiniz əziz dostlar və sürücülərə demək istəyirik ki, harda sıxlıq var bilin, ora getməyin. Amma işə necə gedəcəksiniz onda? Bu belə bir sual da yaranır. Alternativ olaraq hava nəqliyyatından istifadə edə bilərsiniz, həmçinin dəniz yolundan gedə bilərsiniz. Əgər imkanınız varsa, yoxdursa, elə sıxlıqda məcburən qalacaqsınız. Amma sizə yaxşı bir xəbərimiz var ki, Azərbaycan radiosunu dinləyin, bizi dinləyin. Heç olmasa ürəyiniz sıxılmasın, yaxşı musiqilərə qulaq asın, ölkədən, dünyada baş verənlərdən xəbəriniz olsun. Amma biraz indi ürəyinizi sıxacağıq, deyəcəyik yollarda vəziyyət necədir. Bakı-Sumqayıt şosesi Xırdalan dairəsi istiqamətində sıxlıq müşahidə olunur. Eyni zamanda Bakı-Sumqayıt şosesi 20 yanvar metro stansiyası istiqamətində, Alı Mustafayev küçəsi, Ziya Bünyadov prospekti istiqamətində, Ziya Bünyadov prospekti, Əhməd Rəcəbli küçəsi ilə kəsişmədən Atatürk prospekti ilə kəsişməyə qədər, Ziya Bünyadov prospekti Müzəffər Nərmanov küçəsi ilə kəsişmədən 20 yanvar metro stansiyası istiqamətində, Ziya Bünyadov prospekti Bakı Olimpiya stadionunun qarşısından 20 yanvar metro stansiyası istiqamətində, həmçinin Ziya Bünyadov prospekti Əbdülvahab Salamzadə küçəsi ilə kəsişmədən Əhməd Rəcəbli küçəsi istiqamətində, Tbilisi prospekti İzmir küçəsi ilə kəsişmədən 20 yanvar metro stansiyası istiqamətində və davamı var. Tbilisi prospekti 20 yanvar metro stansiyasından mərkəz istiqamətində, Bakı Xanov küçəsi İnşaatçılar prospekti ilə kəsişmədən Dədə Qorqud parkı istiqamətində, Heydər Əliyev prospekti əsas yol mərkəzi istiqamətində, Heydər Əliyev prospekti köməkçi yol mərkəzi istiqamətində. Siyahı uzundur. Oxumağa. Biz çalışaq tez-tez oxuyaq, dinləyicilərimiz də yormayaq. Binəqədi şosesi Azadlıq prospekti metro stansiyasından Binəqədi qəsəbəsi istiqamətində, eyni zamanda Xətai prospekti, Heydər Əliyev prospekti istiqamətində sıxlıq müşahidə olunur. Bu bizim çatdırdıqlarımızda əziz dostlar, təbii ki, siyahı çoxdur. Yəni ənənəvi olaraq paytaxtın, megapolisin mərkəz küçə və prospektlərində bu dəqiqədə sıxlıq müşahidə olunur. İmkan varsa sıxlığı gözləyin, bitsin, sonra davam edin. Yoxdursa da söylədiyim kimi Azərbaycan radiosuna qulaq asın. Uzaq başlı izahat yazacaqsınız. Vəssalam. Yurdumun məğrur səsi heyran edər hər kəsi. Qoy səninlə yayılsın səfərlərin müjdəsi. 105 FM dalğası.
bizimle 105 FM'de Bayramlarla əlaqədar olaraq Respublika üzrə mart ayının pensiya ödənişləri qrafikdən əvvəl başa çatdırılıb. Bu barədə artıq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məlumatı yayıb. Martın 6-sında Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonunda, eyni zamanda Naxçıvan Muxtar Respublikasında, dünən isə Azərbaycan bölgələrində qeydiyyatda olan şəxslərin mart ayı üzrə pensiyaları, eyni zamanda güzəştli şərtlərlə təyin edilmiş pensiyalar ödənilibdir. Bu ayın müavinət və təqaüd və ünvanlı sosial yardımları da qrafikdən əvvəl olmaqla Novruz və Ramazan bayramlarına qədər ödəniləcək. Lap yaxşı, digər bir xəbərdə mən çatdırım. Hərbi qulluqçuların maaşlarının məbləğində dəyişiklik təsdiq olunub. Bu barədə Nazirlər Kabineti qərar verib. Qərara əsasən Azərbaycan Respublikası Müdafiə Nazirliyinin hərbi qulluqçularının aylıq vəzifə maaşlarının məbləğləri və Azərbaycan Respublikası Müdafiə Nazirliyinin dövlət qulluqçusu olmayan mülki işçilərin aylıq vəzifə maaşlarının məbləğlərində dəyişiklik təsdiq edilib. Bu qərar 2026-cı il yanvarın 1-dən tətbiq edilir. İndi gəlin bir xəbər deyim. Əgər pensiyanızı almısınızsa, yaxud alacaqsınızsa yaxın günlərdə, gedirsiniz yarmarkaya, özdə hara? Xocavəndə. Deməli, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi və Sokarın Qaz İxrac İdarəsinin birgə təşkilatçılığı ilə Xocavənd şəhərində əmək yarmarkası keçiriləcək. Martın 13-ü keçiriləcək saat 10-da. Yarmarkada qaz paylayıcı stansiyanın operatoru üzrə vakansiyalar təqdim olunacaq eyni zamanda və aktiv məşğulluq tədbirində vakansiyalara uyğun namizədlərin qeydiyyatı aparılacaq. Eyni zamanda agentliyin icra etdiyi məşğulluq proqramları barədə ətraflı məlumat veriləcək. Əmək yarmarkasına gələn namizədlərin şəxsiyyət vəsiqələrini təqdim etmələri mütləqdir. Yolunuz açıq olsun əgər getmək istəyirsinizsə. Lap yaxşı. Digər bir xəbər isə mən çatdırım. Nəqliyyatla bağlıdır. Bu da yaxşı bir xəbərdir. Metronun 28 may stansiyası Sabunçu qəsəbəsi ilə əlaqələndirən 49 nömrəli müntəzəm marşrutun avtobusları yenilənib. Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi tərəfindən keçirilən müsabiqənin nəticəsinə əsasən artıq yeni daşıyıcı xəttin istismarı həyata keçirilir. Marşrut xəttində 30 böyük tutumlu avtobus 5-6 dəqiqə hərəkət intervalı ilə fəaliyyət göstərir. Avtobuslarda ödəniş nağdsız qaydadadır. Gediş haqqı 60 qəpik təşkil edir. Qeyd edək ki, vətəndaşların rahatlığı onlara keyfiyyətli və təhlükəsiz sərnişin daşıma xidmətlərinin göstərilməsi məqsədilə avtobus parkının yenilənməsi də AYNA tərəfindən diqqətdə saxlanılır. Yurdumun məğrur səsi heyran edər hər kəsi. Qoy səninlə yayılsın zəfərlərin müjdəsi. 105 FM dalğası. Gel kaçma güzel, bana gel kaçma güzel. Nerede olsan atı çaparım yar, seni taparım yar. Gel güzelim gel yosma. Bana gel kaçma güzel, bana gel kaçma güzel. Nerede olsan atı çaparım yar, seni bularım yar. Gel güzelim gel. 100 kızdan birini severim, yolunda canımı verelim. 100 kızdan birini severim, yolunda canımı verelim. Bana gel kaçma güzel, bana gel kaçma güzel. Nerede olsan atı çaparım yar, seni taparım yar. Gel güzelim gel yosma. Bana gel kaçma güzel, bana gel kaçma güzel. Nerede olsan atı çaparım yar, seni taparım yar. Gel güzelim gel yosma. Dağlarda mesken salabilirim, Derdini versən alabilirim. öl desem valla ölebilirim. Gel kaçma benden yavrum, kaçma benden yosma. Bana gel kaçma güzel, bana gel kaçma güzel. Nerede olsan atı çaparım yar, seni taparım yar. Gel güzelim
güzel. Bana gel kaçma güzel. Nerede olsan atı çaparım yar, seni taparım yar. Gel güzelim, gel güzelim, gel yosma. Xalları oduna yaxarım, şimşəyim göylərdən çaxarım. Xalları oduna yaxarım, şimşəyim göylərdə çaxarım. Bana gel kaçma güzel, bana gel kaçma güzel. Nerede olsan atı çaparım yar, sana bularım yar. Gel güzelim, gel güzelim, gel yosma. Bana gel kaçma güzel, bana gel kaçma güzel. Nerede olsan atı çaparım yar, seni taparım yar. Gel güzelim, gel güzelim, gel yosma. Dağlarda məskən sala bilərim, Dərdini versən ala bilərim. Öl desem valla ölə bilərim. Gel kaçma benden yavrum, kaçma benden yosma. Bana gel kaçma güzel, bana gel kaçma güzel. Nerede olsan atı çaparım yar, sana bularım yar. Gel güzelim, gel güzelim, gel yosma. Yurdumun məlhur səsi heyran edər hər kəsi. Qoy səninlər yayılsın səfərlərin müjdəsi. 105 FM dalğası. Gözlərində yenə giley oxundu. Mən nə dedim, ürəyinə toxundu. Bu adətdir, aralıqda söz olar. Gəl barışaq, niyə küstün, niyə yar? Bu adətdir, aralıqda söz olar. Gel barışaq, niyə küstün, niyə yar? Ürəyimdə xatirələr oyandı. Ötən günlər göz önündə dayandı. Bir olardı söhbətimiz, sözümüz. Bir gülərdi ürəyimiz, gözümüz. Ürəyimdə xatirələr oyandı. Ötən günlər göz önündə dayandı. Bir olardı söhbətimiz, sözümüz. Bir gülərdi ürəyimiz, gözümüz. Yanağını çiçeklerde aradım. Çemenleri saçında iz taradım. Ay yüzüne dedim budur sabahım. Niye küstün, nedir benim günahım? Ay yüzüne dedim budur sabahım.
nəğmələr sözlərindir dedim mən. İlk eşqimə bircə səni istədim. Nəydin ki dönüb çıxdı qismətin. Ayna sular gözlərindir dedim mən. Xoş nəğmələr sözlərindir dedim mən. İlk eşqimə bircə səni istədim. Nəydin ki dönüb çıxdı qismətin. Gözlərindir dedim mən. Xoş nəğmələr sözlərindir dedim mən. İlk eşqimə bircə səni istədim. Nəydin ki dönüb çıxdı qismətim. Aynasılar gözlərindir dedim mən. Xoş nəğmələr sözlərindir. Bu mahnı çox gözəl mahnıdır və illərin mahnısıdır. Bəli. Yeni aranjmanda biz Lalə Məmmədovanın ifasında eşidirik bu mahnını. Bilmirəm dinləyicilər bəyəndilər ya yox. Hətta onlara sual vermək istəyirəm ki, bəyəndiniz bu mahnını bu aranjmanda? Mənə niyəsə yad gəldi. Teymur Əmrahın ifasında çox eşitmişəm bu mahnını. O daha klassik formada oxuyub. Bəlkə də qulağıma o cür yatıb deyə, belə deyək də, loru desək, o cür öyrəşmişəm onu dinləməyə. O mahnını o aranjmanda dinləməyə ola bilər ki, bu mahnı mənim qulağıma nəsə elə bil o qədər də doğma səslənmədi. Yox, söylədiyim kimi, yəqin ki, vaxt lazımdır. Hansısa bir müğənni, Sevmək hansısa üçün. bir mahnının möhrünü vurursa, illər keçir, öyrəşmişik həmin müğənniyə, həmin ifaya və əslində burada Lalə Məmmədovanı da alqışlamaq lazımdır ki, belə bir musiqiyə, belə bir möhrü vurulmuş mahnıya müraciət edib yeni nəfəsdə oxuyub. Risk eləyib. Bir... Sözsüz, mən o Lalə Məmmədovanın ifası ilə Cəsarətli, bağlı heç nə demirəm. Onun səsinin öz özəlliyi, gözəlliyi var, sözsüz. Amma musiqiçilər daha yaxşı bilərlər. Mən dinləyici kimi deyirəm ki, yeni aranjmanda niyəsə bəyənə bilmədim. Zamanla da olar, təbii ki. Zamanla olar. Bəli. Səhərin səsi 105 FM-də. Bugün Səhərin Səsi 105 FM-də bizi əziz dostlar, mən Günay Tehran qızı və həmkarım Fərid Məmmədov. Fərid Salamlayırıq Məmmədov. sizi əziz dostlar. İlkin baba bugün bizim rejissorumuzdur. İcra tamaşası yadıma düşdü. Buradan yuxarı yoxdur. Və bizim YouTube üzərindən görüntünü təqdim edən isə Ramazan Hümbətovdur. Onların da salamlarını sizə çatdırırıq. Hər zaman deyirik, ən yaxşı musiqilər, keyfiyyətli musiqilər Azərbaycan radiosunda səslənir və biz əziz dostlar vaxtaşırı olaraq ən aktual məsələlərə toxunuruq. Həmin məsələlərin həlli yolları nədir? Belə olan halda nələr etmək lazımdır? Bax, bu kimi problemlərin, necə deyirlər, işıqlandırılmasında müəyyən bir üzərimizə vəzifə düşür. O vəzifəni də layiqincə görməyə çalışırıq. Necə deyirik, özü üzərimizə bir borc götürürük ki, bax, bunu edəcəyik. O borc demişkən, gəl borcdan danışaq. İllərin dostu, illərin həmkarı. Bax, kimə nə qədər borcum var? Məsələni hara gətirmək istəyirəm. Kimə nə qədər borcum var? Qızardı. Çox incə məqamlara toxunursunuz Günay xanım. Deməsə yaxşı olar. Bəli. Və adətən yaxınlarımız üçün əziz dostlar bilirsiniz ki, bir imza atırıq və düşünürük ki, Bəli. bu sadəcə bir formal məsələdir. Zamin durmaqdan deyirsən. Bəli, həmin imza təbii ki, sonradan ciddi hüquqi bir məsuliyyət yarada bilər bizdə. Söhbət elə Fərdin də dediyi kimi zaminlikdən gedir. Görəsən qanun bu məsələni necə tənzimləyir? Yəni zamin olan şəxs hansı riskləri bilməlidir? Bəli. Gəl bu barədə danışaq və yaxşı olardı ki, mütəxəssis rəyini, bəli. Bəli, mütəxəssis rəyini eşidək. Siz indi Vəkillər Kollegiyasının üzvü vəkil Natiq Məmmədovu eşidəcəksiniz. Görək o nə deyir bu barədə. Fizik şəxslər arasında yaranan borc münasibətləri əgər 3000 manat və ondan yuxarıdırsa, bu formada borc müqaviləsi yazılı formada bağlanmalıdır.
Borc münasibətindən danışdığımız zaman toxumalı olduğumuz digər məsələlərdən biri də iddia müddət məsələsidir. Mülki məcəllənin 372-ci maddəsinə görə başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil olunur. Nə deməkdir bu? Əgər siz bir şəxsə borc vermisinizsə, bu borcu geri tələb etdiyiniz halda, yəni məhkəmə qaydasında, tələb müddətin tətbiqi ilə həmin iddianın rəddinə nail ola bilər. Mülki məcəllənin 745.4-cü maddəsinə görə borc verən kredit müqaviləsindən irəli gələn tələblər üzrə iddia müddəti 1 ildir. Borc münasibətlərində tərəflərin ən çox rastlaşdığı problemlərdən biri də cərimə məbləği ilə bağlı məsələdir. Bəzən bu cərimə məbləği qanunvericilik buna məhdudiyyət gətirsə də, kifayət qədər yuxarı məbləğ olur. Əgər bu qanunvericiliyin qoyduğu məhdudiyyətdən yuxarıdırsa, ümumiyyətlə həmin müqaviləni bağlamamalıdırlar. Və gələcəkdə də birmənalı bilməlidirlər ki, onların ödəyəcəyi məbləğ ilkin olaraq cərimə məbləğinə, daha sonra faiz və əsas borca yönləndiriləcəkdir. Borc məbləğini gecikdirmədən çıxarmadığı müddətdə onun ödədiyi böyük məbləğin bir hissəsi cərimə məbləğinə yönələ bilir ki, tərəf də daha böyük məbləğdə borc ödəməli olur. Borc münasibətlərində əsas toxunmalı olduğumuz məsələlərdən biri də zaminlik müqaviləsi, zaminlik münasibətləridir. Yəni zaminlər bilməlidirlər ki, onlar bir şəxsə zamin durublarsa, həmin şəxs öz öhdəliyini icra etmədikdə, o həmin öhdəliyi icra etmək məcburiyyətində qalacaqdır. Hansı hallarda zaminliyə xitam verilir? Bunlardan ilki əsas öhdəlik əlbəttə icra olunduğu halda, digəri əsas öhdəlikdə dəyişiklik olduqda, artdıqda və yaxud da ki, zamin üçün hər hansı digər əlverişsiz nəticələrə səbəb olduqda xitam verilir. Digər bir məsələ isə müddətdir. Zaminlik müqaviləsinə göstərilmiş verilmə müddəti qurtardıqda xitam verilir və yaxud da ki, əsas öhdəliyin icra müddəti çatdıqdan sonra bir il ərzində zaminə qarşı iddia qaldırılmayıbsa, tələb irəli sürülməyibsə, bu halda zaminliyə xitam verilir. Şəhər yenə qarışdı, yollarda yarışdı. Dalğanı tut gülümsə, bu səs sənlə tanışdı. Bilirsən, yolda tək deyilsən, 105 FM-dəsən. Həftə içi 5 gün, saat 8-dən 10-a qədər Gəl səhərimi dinləyin bizimlə 105 FM-də Gəl Zamana ümid yox, saatlar aldadır. Kaçmağa səbəb çox, bizi yol çağırır. Bağlanmadım sana, kabul et sənimi. Sevdim desəm yenə, aldadaram səni. Bu akşam yenə də yanındayım, yanında. Eşyalarımı toplasam ilki aktarıştayım. Bu akşam yenə də yanındayım, yanında. Eşyalarımı toplasam ilki aktarıştayım. Zamana ümid yok, saatler aldadır. Kaçmağa səbəb çox, bizi yol çağırır. Bu akşam yenə də yanındayım, yanında. Eşyalarımı toplasam ilki aktarıştayım.
Texno xəbərlər. Proqramımız texno xəbərlərlə davam eləyir. Deməli, mütəxəssislər belə bir araşdırma aparıblar və onlar təklif edirlər ki, bu 5 cihaz uzatma kabelinə qoşulmamalıdır. Söhbət hansı cihazdan gedir? Sizə deyək dostlar, bilirik ki, siz də bunlardan hardasa 90% insanlar istifadə eləyirlər. Deməli, energetika üzrə ekspertlərin sözlərinə görə uzadıcı kabellər müəyyən enerji gücü üçün nəzərdə tutulur və yüksək güc tələb edən avadanlıqlar kabeli həddindən artıq yükləyə bilər. Bunlar hansılardır? Mikrodalğalı soba, yəni qısa müddətdə yüksək enerji sərf elədiyi üçün gərginlik sıçrayışı yarada bilər və kabeli yükləyə bilər. Soyuducu, gün ərzində davamlı işlədiyi və tez-tez qoşulub söndüyü üçün uzatma kabelində qızmaya səbəb ola bilər. Elektrik çaydanı da bu siyahıda var. Bu nəyə görə bunu xüsusi vurğulamaq istəyirəm? Çünki bu nəinki evlərdə, ofislərdə, filan iş yerlərində, yəni hər kəsin istifadə etdiyi bir məişət avadanlığıdır. Amma bunu da istifadə edən zaman mütləq bir necə deyirlər, o qaydalar var ki, onlara əməl etmək lazımdır. Ehtiyatı əldən vermək olmaz. Nəyə görə? Çünki suyu tez qaynatmaq üçün yüksək cərəyan tələb edir və uzadıcıda həddindən artıq qızma yarada bilər və bu da nəticədə artıq bir neçə dəfədən sonra daha böyük problemlərə gətirib çıxara bilər ki, yanğına və sairədəki digər xoşagəlməz halları. Bugün nə olub mənə? Bilmirəm, sən ilkini görəndə həmişə həyecanlanırsan. Çünki keçən əvə baba olmaq istədin. Düşmədi mənə baba olmağa. Məncə enerjisi yaxşı olmadı. Paltar yuyan maşını dedim mi? Yox, o qaldı. Demədim. Bir də paltar yuyan maşındır. Deyirlər ki, xüsusilə su qızdırma mərhələsində 2000-2500 watt və daha çox enerji sərf eləyir. Buna görə birbaşa rozetkaya qoşulmalıdır. Elektrik qızdırıcısı uzun müddət yüksək gücdə işlədiyi üçün uzatma kabeli ilə istifadə edilməsi təhlükəli sayılır. Mütəxəssislər yüksək enerji tələb edən cihazların birbaşa divar rozetkasına qoşulmasını və elektrik təhlükəsizliyi qaydalarına riayət edilməsini tövsiyə edirlər. Şərikli çörək filmindən bir fraqment yadıma düşdü. Deyir, sözə baxı cəhənnəmə, kendi sözə baxı rozetka. Biz adətən elektrik yuvası kimi Azərbaycan dilində, yəni belə səsləndirsə daha yaxşı olar yəqin ki, hə? Mətndə o cür idi, mən də o cür oxudum. Dinləyicilər üzr istəsinlər. Yazın YouTube şərh bölümündə üzr istəməyinizi gözləyirik, əziz dostlar. Dinləyicilər. Keçid alaq digər xəbərlərə istəyirsən. Dinləyicilərdən üzr istəyirəm mən. Siz yox, mən üzr istəyirəm əziz dostlar. Mətndə o cür idi, mən də o cür oxudum. Düşündüm ki, bəlkə bu cür artıq qəbul olunub deyə mətndə də bu formada yazılıb. Elektrik yuvasıdır təbii ki, o cür deyilməlidir. Digər bir xəbər də çatdıraq. Texno xəbərlərlə davam edək. TikTok və Apple Music yeni tərəfdaşlıq çərçivəsində istifadəçilərin musiqi dinləmə təcrübəsini genişləndirən funksiyalar təqdim edib. Şirkətin açıqlamasına görə artıq Apple Music abunəçiləri TikTok tətbiqini tərk etmədən bəyəndikləri mahnıları tam versiyada dinləyə biləcəklər. Bax, bu yaxşıdır. Çünki demək olar ki, hər kəs TikTokdan istifadə edir və musiqini dinləyə bilmək. Çox qəribədir ki, musiqini biz istədiyimiz vaxt telefona yazıb qulaq asa bilərik ya. Amma nədənsə bu dəfə sanki elə bir o musiqidən zövq almırıq. Mütləq application olmalıdır, mütləq film olmalıdır, mütləq baxdığımız hansısa bir videoda səslənən zaman sanki o musiqidən daha çox zövq alırıq. Və mən hətta deyərdim ki, ən sevdiyimiz musiqini Azərbaycan radiosunun dalğasından, ümumiyyətlə radio dalğasından eşitmək daha çox zövq verir niyəsə. Baxmayaraq ki, YouTube'dan açıb dinləyə bilirik o mahnını, amma radiodan eşidəndə daha çox bir nostalji hisslər yaşayırsan sanki. Bəli, xoş gəlir insana. Doğrudan elədir. Və həmin o yaxşı musiqilərdən biri səsləndirir. İlkin dinləyək birlikdə. Məğrur səsi heyran edər hər kəsi. Qoy səninlə yayılsın səfərlərin müjdəsi. 105 FM dalğası.
nefret edir sen gedenden sonra. Sigaret kömək edir sen gedenden sonra. Her şey değişti. Bilmem başıma gelen bu ne işte. Sevgimiz hasrete mi ilişti? Her şey oldu geçti. Bu da bir sevgiydi bitti. Ağlama akar gözünün boyası. Sus ve dinle bu ayrılığın melodiyası. Ayrılığın melodiyası. Sen gidenden sonra. Sen gidenden sonra. Sen gidenden, sen gidenden. Sen gidenden sonra. Sen gidenden sonra. Sen gidenden sonra. Sen gidenden, sen gidenden. Sen gidenden sonra. Sen gidenden sonra arttı kilolarım. Sen gidenden sonra azaldı kilolarım. Sen gidenden sonra her şey değişti. Bilmem başıma gelen bu ne işte. Sevgimiz hasreten mi ilişti? Her şey oldu geçti. Ağlama akar gözünün boyası. Sus ve dinle bu ayrılığın melodiyası. Ayrılığın melodiyası. Sen gidenden sonra. Sen gidenden sonra. Sen gidenden, sen gidenden. Sen gidenden sonra. Sen gidenden sonra. Sen gidenden sonra. Sen gidenden, sen gidenden. Sen gidenden sonra. Sonra dostlar məni dən gedib, dən gedəndən sonra məndən sənə zəng gedib, zəng gedəndən sonra hər şey dəyişdi. Sən gedəndən sonra, sən gedəndən sonra, sən gedəndən, sən gedəndən, sən gedəndən sonra, sən gedəndən sonra. Bizimle 105 FM'de gelsene. Bizimle 105 FM'de gelsene. Həftə içi 5 gün, saat 8-dən 10-a qədər Gəl səhərimi dinləyin. Yurdumun məğrur səsi heyran edər hər kəsi. Qoy səninlə yayılsın zəfərlərin müjdəsi. 105 FM dalğası.
Yaddaşlarda bugün. Bəli, əziz dostlar, biz bugün həm də təqvimi vərəqləyirik. Poeziyadan danışacağıq. Poeziya bilirsiniz ki, ən çətin sənətlərdən biridir. Bəlkə də yeganəsidir. Yalnız ona görə yox ki, o söz sənətidir. Onun xüsusi qanunları var. İnsandan peşəkarlıq, bacarıqdan başqa eyni zamanda ilahi bir vergi, istedad tələb eləyir. Və həm də ona görə ki, onu seçən, özünü ona həsr eləyən şəxsdən bu sənətin məsuliyyətini, nəcib məqsəd və ideallarını, fəlsəfəsini tələb eləyir, dərin və geniş dərk eləməyi tələb eləyir. Bax, bu cür yaradıcılıqla məşğul olan və bütün bunların, bu sadaladığım keyfiyyətlərin cəmləndiyi bir şairdən danışacağıq. Cabir Novruzdan. Bugün onun doğum gündəz dostlar. Cabir Novruz deyəndə yəqin ki, hər kəsin ağlına dillər əzbəri olan məşhur şeir gəlir. Sağlığında qiymət verin insanlara. Bir arzum var, ay adamlar, qoyun deyim. Sağlığında qiymət verin insanlara. Yaxşılara sağlığında yaxşı deyin, sağlığında yaman deyin yamanlara. Bəli. Allah qəni-qəni rəhmət eləsin Cabir Novruza. Cabir Novruz dünyası o qədər böyükdür, o qədər əlçatmazdır ki, sözün həqiqi mənasında bəzən biz onun haqqında danışanda və təəssüflər üçün keçmişdən danışanda insanı bir qəhər boğur, insanı bir kövrəlir sözün həqiqi mənasında. Amma onun ədəbi nümunələrinə, onun poeziyasına baş vuranda isə sanki böyük bir boşluğa düşmüsən. Bilmirsən hansı tərəfə istiqamət alasan, bilmirsən hansı tərəfə yol alasan, hansı tərəfə gedəsən. Ona görə yox ki, orada heç nə yoxdur. Ona görə deyirəm ki, orada o qədər böyük bir nümunələr var ki, bilmirsən hansına baş çəkəsən, bilmirsən hansına müraciət eləyəsən, hansını oxuyub bitirəsən, hansını nəzər yetirəsən. Bax, belə böyük şairlərdəndir Cabir Novruz. Bax, ona görə şairin əsərləri dünyanın müxtəlif xalqlarının dillərinə tərcümə edilərək nəşr olunub və onun bədii tərcümələri sayəsində Azərbaycanın oxucusu həm də dünya poeziyasının bir sıra qiymətli nümunələri ilə tanış olmaq imkanı qazanıb. Hansı mahnılar yazılıb onun sözlərinə? Gəl xatırlayaq bir-bir. Məhəbbət mahnısı Şövkət Ələkbərov oxuyub. Oqtay Kazıminin bəstələdiyi mahnıdır. Bakının qızları Yalçın Rızazadənin ifasında daim eşitdiyimiz, dinlədiyimiz, sevdiyimiz Cavanlığın mahnısı. mahnısı. Mənim duyğularım eyni zamanda Yalçın Rızazadənin ifasında eşitdiyimiz, sonra Cavanlığın mahnısı Zeynəb Xanlarovanın ifasında eşitdiyimiz mahnı, Bulaq suyu, dağ havası, Həyat sən nə qəribəsən, çoxdur. Yəni ən tanıdığımız, ən məşhur mahnılar demək olar ki, məhz elə Cabir Novruz qələmindən çıxıb. Bəli. Həyatımın tacıydı qara gözlü cavanlığım. Eşq məhəbbət acıydı qara gözlü cavanlığım. Həyatımın tacıydı qara gözlü cavanlığım. Eşq məhəbbət acıydı qara gözlü cavanlığım. Ürəkimi döyünərdi, nə bir dərdi, nə bir qəmi. Nə bir dərdi, nə bir qəmi. Çox illərə sinə gərdi, durdu dözdü cavanlığım. Çox illərə sinə gərdi, durdu dözdü cavanlığım. 1, 2, 3, 4 ömrü çiçək qədər oldu. Ah, sevinç oldu, kədər oldu. Ne üçün gəldin, gedər oldu. Ah, kimdən küstü cavanlıq. Gönçə kimi çatlayardı. Gözəlləri odlayardı, qaynar isti cavanlığı.
arzulara adlayardı, gönçə kimi çatlayardı. Gözəlləri odlayardı, qaynar isti cavanlığım. Sevgilərin məbədidi, təbiətin nemətidir. Sevgilərin məbədidir, təbiətin neymətidir. Sanardım ki, tükənməzdi, əbədidir cavanlığım. Sanardım ki, tükənməzdi, əbədidir cavanlığım. 1, 2, 3, 4 ömrü çiçək qədər oldu. Ah, sevinç oldu, kədər oldu. Ne üçün gəldi, gedər oldu. Ah, kimdən küstü cavanlığa. Ömrü çiçək qədər oldu. Ah, sevinç oldu, kədər oldu. Ne üçün gəldi, gedər oldu. Ah, kimdən küstü cavanlığa. Kimdən küstü cavanlığa. Kimdən küstü cavanlığa. Yurdumun məlul səsi heyran edər herkesi. Görsən illər yayılsın səfərlərin müjdəsi. Meşə FM dalğası. Dalğanı elə indicə 105 FM-ə kökləyənlər, sabahınız xeyir olsun. Hər birinizi salamlayırıq və gəl səhərimə qulaq asırsınız. Əziz dostlar, statistikaya nəzər salacağıq. Ötən il Azərbaycanda 1445 az çəkili körpə doğulub. Bu barədə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi məlumat yayıb və qeyd olunub ki, vaxtından əvvəl doğulmuş az çəkili körpələrin müayinə və stasionar müalicəsi İcbari Tibbi Sığorta hesabına qarşılanır. Ötən il doğulan 1445 yeni doğulmuş küvəzdə xüsusi tibbi nəzarət altında saxlanılıb. Tənəffüs çaşmazlığı diaqnozu qoyulan 2538 yeni doğulmuş isə oksigenlə ventilyator dəstəyi və digər təcili reanimasiya üsulları ilə müalicə alıb və yeni doğulmuşlara ümumilikdə 109 mindən çox tibbi xidmət göstərilib. Və bildirilib ki, vaxtından əvvəl doğulmuş uşaqlar hamiləliyin 37-ci həftəsindən əvvəl dünyaya gələn uşaqlardır. Onlar çox vaxt az çəkili olurlar. Həm də onların ciyərləri açılmamış olur. Amma mən sizə deyim ki, özüm də dəfələrlə bunun şahidi olmuşam, müşahidə də eləmişəm ki, o cür uşaqlar böyüyəndə çox ağıllı, çox zəkalı uşaqlar olurlar və çox çevik olurlar. Yəni doğrudan elə bir statistika mən də rast gəlmişəm. Yəni ətrafda, dostlar, tanışda vaxtından əvvəl doğulan uşaqlarda tam fərqli olur sanki. Tam fərqli olurlar. Onlar həyata 1-0 öndə başlayırlar. Bizə elə gəlir ki, o uşaqlar tez doğulublar. Valideynlər istər-istəməz onun stressini keçirirlər. Görəsən necə olacaq, sağlam şəkildə olacaq ya yox. Amma təbii ki, indi artıq hər şey mümkündür. O qədər inkişaf eləyib ki, tibb də inkişaf eləyib. Belə doğulan uşaqlar, belə doğulan uşaqlar axırda çox da qəşəng uşaqlar olurlar. Yəni böyüyürlər, küveyzdə qalsalar da. Fiziki görünüş baxımından onlar biraz zəif cılız olurlar, amma düşüncə, dünya görüş, ağıl filan sarıdan onlar iti zəkalı olurlar. Baxmayaraq ki, 6 aylığında, 7 aylığında doğulub həmin uşaqlar. Bəli, və o zəkaları sayəsində gəlib müəyyən bir yerə çatırlar, müəyyən bir vəzifələrə sahib olurlar, daha yüksəklərdə olurlar və hətta dövlət qulluqçusu filan olmaq istəyirlər və buna da nail olurlar. Amma dövlət qulluqçusu olmaq istəyən namizədlər imtahan verəcək. Sözümün məcrasını bu yöndə davam etdirmək istədim. Buyur.
Sadəcə həkimlər həm də bizim dediyimizin əksini də deyirlər. Ki, ola bilər. Bəli, erkən və az çəkili doğulan körpələrdə bəzən tənəffüs problemləri, biz bayaq da dedik, sarılıq və çəki artımının zəif olması kimi ağırlaşmalar da baş verə bilər, təəssüflər olsun. Yəni uzun müddətli dövrdə isə nitq inkişafında gecikmələr olur, görmə, eşitmə problemləri də olur. Onların təbii xroniki ağciyər xəstəlikləri də müşahidə oluna bilər, amma əksər hallarda görürsən ki, daha çoxunda mən müşahidə eləmişəm. Bilmirəm indi mənlə razılaşacaqlar ya yox ki, o uşaqlar sonra da sağlam olurlar. Yəni böyüyürlər də onlar da. Digər uşaqlar kimi böyüyürlər və daha ağıllı olurlar. Heç də narahat olmayın. İndi dediyimiz kimi tibbdə inkişaf eləyib, onsuz da küveyzdə qəşəngcə necə lazımdırsa o cür körpə yetişir. Hərən bir qisməti var. Tanrı onların qismətlərini, taleylərini gözəl yazsın, vətənə, xalqa, valideynlərinə layiqli övlad olsun. Əsas bax budur. Çəkisi az olub, çox olub, bunun o dərəcədə bir önəmi yoxdur. Belə, əziz dinləyicilər, əslində çatdıracaqlarımız var idi, digər xəbərlər də vardı. Mənə elə gəlir ki, gəl o xəbərləri saxlayaq mahnı fasiləsindən sonra təbii ki Sən niyəsə deyirdin ki, deyəsən həmin o uşaqları biz adətən görürük ki, daha tez imtahanda da, yəni belə deyək də, imtahanı da tez verib çıxırlar otaqdan. Fərqlənir də digərlərinə. Gəl onu saxlayaq musiqi fasiləsindən sonra təhsillə bağlı bir neçə məlumatlar var. Onları da dinləyicilərin diqqətinə çatdıracağıq. Ruhunuzu oxşayan səs dalğaları. Azərbaycan Radiosu 105 FM-də. 105 FM-də. Gəl səhərim. Gəl səhərim. Gəl səhərim. 105 FM-də. Gəl səhərim. Sevda nədir bilməzdim.
da geldi başıma. Sevda nedir bilmezdim, o da geldi başıma. Gel güzelim gel sevirem, olun gözüm kurbanı. Gel güzelim gel, gel gel diye hücrində kaman tekmeledim ben. Gel gel diye hücrində kaman tekmeledim ben. Bu ömrü senin eşkine kurban elədim ben. Fikrim sana gel gel dedi, fikrim sana gel gel dedi, aklım dedi git git. Bu kanlı döyüşte özüme imdad elədim. Gel güzelim gel sevirem, olun gözün kurbanı. Gel güzelim gel sevirem, olun gözün Sevda nedir bilmezdim, o da geldi başıma. Sevda nedir bilmezdim, o da geldi başıma. Sevda nedir bilmezdim, o da geldi başıma. Ay sevda nedir bilmezdim, o da geldi başıma. Yurdumun mağrur sesi heyran eder herkesi. Koy seninle yayılsın zaferlerin müjdesi. 105 FM dağlasın. Gəl səhərmə eləyirsiniz dostlar. Günay və Fərid verişi sizin üçün təqdim edir. Biz artıq verişimizin müəyyən bir qisminə gəlib çatmışıq və bir neçə təhsillə bağlı məlumat da var. İstəyərdim onları da sizin diqqətinizə çatdıraq. Dövlət İmtahan Mərkəzi tərəfindən 15 mart 2026-cı il tarixində dövlət qulluğu vəzifələrinin A növünə aid A, B və AC alt qruplarına və dövlət qulluğu vəzifələrinin B növünə aid BA və BB alt qruplarına uyğun vəzifələr üzrə test imtahanları keçiriləcək. Bu barədə Dövlət İmtahan Mərkəzindən məlumat verilib. Bildirilib ki, imtahanlar saat 10-a və 16-da başlanılır. Müvafiq olaraq saat 9:45-dən və 15:45-dən sonra gələn namizədlər imtahana buraxılmırlar. Namizədlərin imtahana buraxılış vərəqələrində imtahan yeri, vaxtı, binası, imtahana gəlməli olan saat və digər zəruri məlumatlar göstərilib. İmtahana qeydiyyat 2026-cı il fevralın 10-dan martın 1-nədək aparılıb və bu müddət ərzində 1689 namizəd ərizə təqdim edib. Və bir xəbərim də rezidentura ilə bağlıdır. Rezidenturaya qəbul imtahanlarının birinci cəhdinin ilk mərhələsi mayın 3-də keçiriləcək. İmtahanda iştirak üçün qeydiyyat prosesi 13-20 apreldə aparılacaq. Yeri gəlmişkən mayın 3-də, yəni mayın Bəli. 1-dən 3-nədək həm də Bakı növbəti beynəlxalq xalça festivalına hazırlaşır. Nə gözəl. Hə.
maraqlı bir tədbir olacaq. Deməli, dediyim kimi mayın 1-dən 3-ədək Bakıda növbəti beynəlxalq xalça festivalı başlayacaq. Azərxalça Açıq Səhmdar Cəmiyyəti və İçərişəhər Dövlət Tarixi Memarlıq Qoruğu İdarəsinin təşkilatçılığı, İqtisadiyyat Nazirliyi və İxracın İnvestisiyaları Təşviqi Agentliyinin dəstəyi ilə keçirilən festivalın əsas məqsədi Azərbaycan xalçaçılıq sənətini dünya müstəvisində tanıtmaq, onun zəngin irsini və gələcək inkişaf perspektivlərini nümayiş etdirməkdir. Bu barədə mən istəmirəm ki, ətraflı məlumat verim, çünki məlumatı, əziz dostlar, Azərxalça Açıq Səhmdar Cəmiyyətinin mətbuat katibi Xatuna Abdullayeva məlumat verəcək bizə. Gəlin onun çıxışını eşidək. Bir-3 may 2026-cı il tarixlərində Bakıda növbəti möhtəşəm bir festival, yəni Beynəlxalq Xalça Festivalı təşkil olunacaq. Bu, Azərxalça ASC və İçərişəhər Dövlət Tarixi Memarlıq Qoruğunun təşkilatçılığı, İqtisadiyyat Nazirliyi və İxracın İnvestisiyalarının Təşviqi Agentliyi, yəni ASPROM-un dəstəyi ilə təşkil olunan 3-cü festivaldır. Festival 1 may tarixində Bakı Biznes Mərkəzində keçiriləcək və əsas mövzusu xalça sənayesi, dəyər, dizayn və rəqabət qabiliyyəti mövzusuna həsr olunmuş beynəlxalq xalça forumu ilə başlayacaq. Xalça forumunda dünyanın müxtəlif yerlərindən, daha dəqiq desək 10-12 ölkədən artıq qonaqlarımız gəlişini təsdiqləyiblər. Xalça sənayesinin aparıcı beynəlxalq ekspertləri, dizaynerlər, istehsalçı, tədqiqatçı, ixracatçı və yaradıcı sənaye nümayəndələri bir araya gələcək bizim bu forumda. 2-3 may tarixlərində isə festival artıq şəhərin tarixi küçələrində davam edəcək. Burada sözün əsl mənasında rəngarəng, şən, geniş xalça bayramı təşkil olunacaq. Dünyanın müxtəlif ölkələrini təmsil edən nümayəndələr öz xalçaçılıq ənənələrini Qoşa Qala meydanında qurulacaq milli pavilyonlarda təqdim edəcəklər. Bundan əlavə bir neçə məşhur xarici və yerli rəssamın İçərişəhərdə yerləşən qaleriyalarında sərgiləri də baş tutacaq. Böyük məmnuniyyətlə onu da qeyd etmək istəyirik ki, hər il Azərbaycan xalçaçılarının peşə bayramı, yəni xalçaçı gününə həsr olunan xalça festivalı bu il həm də Azərxalça Açıq Səhmdar Cəmiyyətinin 10 illik yubiley tarixinə təsadüf edir. Yılıq öhdəlik. İstədiyin zaman al, istədiyin qədər ödə. Növbəti mərhələləri tamamlaya bilməsən, ödədiyin məbləği illik 12%-lə geri al. Elə indi ağıllı qərar və ağıllı investisiyaların tam zamanıdır. Ətraflı məlumat üçün Ulduz 1544-ə zəng et. Reklam yerləşdirmək üçün 050 299 86 39 nömrəsinə zəng edin.
Bəli, dünya bir gün güləcək üzümüzə və biz də ümid edirik ki, bütün dünyada bir gün sülh, əmin-amanlıq olacaq əziz dostlar. Heç vaxt müharibələr olmasın, heç vaxt körpələr, ağlar qalmasın. Bütün dünyada insanlar ölməsinlər. Bax, bu arzu ilə də proqramımızı yekunlaşdırırıq və bir daha xatırladırıq ki, bugün Ramazan ayının 22-ci günüdür. İftar saat 18:58-dədir. Allah tutduğunuz orucu qəbul eləsin. Amin inşallah bu arzulara, diləklərə. Mən də qoşuluram. Əziz dostlar, sağollaşırıq sizlə. Günay Tehranqızı və Fərid Məmmədov bugün verişi sizin üçün təqdim etdi. İlkin Baba bugün bizim səs rejissorumuz, görüntü rejissorumuz isə Ramazan Hümbətov idi. Onların da təşəkkürlərini sizə çatdırırıq. Hər səhəriniz xeyirli xəbərlərlə açılsın. Yurdumun məlhur səsi heyran edər.